Salam seminariya. Artıq Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının icrası ilə bağlı regional müşavirələrə start verilib. Müşavirələr bugündən başlayıb. Belə müşavirələr Mərkəzi Aran, Dağlıq, Şirvan, Gəncə, Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. Artıq bugün biz Göl-Göldə belə bir müşavirədə iştirak etdik. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov da iştirak edirdi. Müşavirə təxminən 2 saatdan bir qədər artıq davam etdi və burada həm Şahmar Mövsümov çıxış etdi, həm Kənd Təsərrüfatı Nazirinin müavini, həm Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini çıxışlar etdilər. Regional icra hakimiyyəti başçıları çıxış etdilər və müşavirədən sonra, dərhal sonra Şahmar Mövsümov televiziyalara müsahibə verdi və o həm də Real TV-nin suallarını cavablandırdı və mən həmin müsahibəni tamaşaçılarımıza təqdim edirəm və bununla da mən Göl-Göldən məlumatları bu qədər son məlumatlar bundan ibarət idi və gün ərzində müşavirə ilə bağlı həm süjetlər, həm də canlı yayımlarla son məlumatları çatdırmağa davam edəcəyik. Müşavirələr artıq bir 10 günə yaxın davam edəcək, 10-15 gün və yekununda nə gözləyirsiniz? Çox sağ olun. Bildiyiniz kimi, möhtərəm cənab prezident tərəfindən bu yaxınlarda dövlət proqramı imzalandı. Kənd təsərrüfatının inkişafı üçün çox önəmli bir sənəddir və bu sənəddə həm Azərbaycanın bugünə kimi nailiyyətləri əks olunubdur, həm qarşımızda duran məqsədlər və hədəflər müəyyən edilibdir və o hədəflərə çatmaq üçün konkret tədbirlər və konkret alətlər əks olunubdur. Və bu müşavirələrin məqsədi həmin dövlət proqramının yerlərdə izah edilməsi, həmin proqramda nəzərdə tutulan hədəflərin fermerlərimizə, sahibkarlarımıza çatdırılması və o hədəflərə nail olmaq üçün hansı alətlərdən istifadə imkanları yaranacaqdır, dövlət tərəfindən onların fəaliyyətinə hansı dəstək göstəriləcəkdir, hansı həcmdə göstəriləcəkdir və bu dövlət proqramının nəticəsi etibarilə gözləntilərimiz nədən ibarətdir? Bildiyiniz kimi, proqramda çox konkret hədəflər qoyulubdur, bir çox sahələr üzrə. Ümumilikdə dövlət proqramı 5 prioritet üzrə, 16 fəaliyyət istiqaməti üzrə və konkret olaraq 86 tədbir nəzərdə tutur. Bu tədbirlərin nəticəsində gözləntilərimiz hər bir sahə üzrə konkret rəqəmlərlə göstərilibdir. Yəni, bir neçəsini gətirmə, burada misal kimi gətirə bilərəm ki, tutalım, müasir suvarma sistemlərinin bugünkü 130 min hektardan 2 dəfədən çox artırılaraq 300 min hektara çatdırılması. Pambıqçılıqda və buğdada, buğda istehsalında 1 hektardan 5 tona qədər məhsuldarlığın artırılması. Eyni zamanda həm heyvandarlıq üçün də konkret dəstək tədbirlər nəzərdə tutulur. Bu ilk dəfədir. Bizdə indiyə qədər daha çox bitkiçilik üzərində formalaşırdı dövlət dəstək alətləri. Bundan sonra isə həm heyvandarlıq üçün, həm də akvakultura və balıqçılıq üçün də konkret tədbirlər nəzərdə tutulur. Və nəticə etibarilə bu müşavirələr, bu birinci müşavirə bugündən başlayıbdır. Mən cənab prezidentin tapşırığına uyğun olaraq Daşkəsən, Gəncə zonasında, iqtisadi zonasında ilk görüşümüzü keçiririk və bu görüşdə də 300-dən çox fermer, sahibkar iştirak etdilər. Qeyd etməliyəm ki, çox böyük ruh yüksəkliyi var. Bu dövlət proqramından gözləntilər həddindən artıq yüksəkdir. Bir neçə rəqəmi də qeyd edeyim. Dövlət proqramı çərçivəsində təxminən 6 milyarda qədər investisiyalar gözlənilir. Və bu investisiyaların 2 milyarddan çox hissəsi dövlət tərəfindən nəzərdə tutulur. 3,7 milyard isə özəl sektordan, sahibkarlardan, fermerlərdən investisiya formasında gözlənilir. Cənab Prezident müşavirədə bildirdi ki, kənd təsərrüfatı sahəsində durğunluq müşahidə olunur. Bu dövlət proqramı artıq icrasına başlandıqdan sonra biz bu durğunluqdan nə vaxt çıxacağıq?
Yəni qısa müddətdə tədbirlərin həyata keçirilməsinə başlanılacaqdır. Burada bilirsiniz ki, dövlət vəsaitlərinin istifadəsinə də artıq bu ildən başlanılır. Yəni proqram 26-30-cu ili əhatə edir və 26-cı ildən başlayaraq artıq bu tədbirlər başlanacaqdır. Təbii ki, kənd təsərrüfatında müəyyən gözləntilər yüksəkdir. Yəni cənab prezidentin də müşavirədə qeyd etdiyi kimi Azərbaycanın bu günləri kənd təsərrüfatının sektorunda olan potensialı həddindən artıq böyükdür və bizim istehsalımız o potensialı əks etdirmir. Gözlənti odur ki, qısa müddətdə tədbirlər nəticəsində artıq yeni investisiyalar görəcəyik. Bu proqramın təsiri yalnız 2026-30-la bitmir. Bizim ümidimiz və gözləntimiz ondan ibarətdir ki, bu tədbirlər nəticəsində qurulmuş infrastruktur, həm su təminatı, həm istixanalar, həm yeni müasir suvarma sistemləri, həm heyvandarlığa göstəriləcək dəstək nəticəsində yarı intensiv və intensiv heyvandarlığa keçid nəticəsində hətta 2030-cu ildən sonra belə ildə 2 milyard manatdan çox əlavə dəyər yaradılacaqdır. Ölkədən meyvə tərəvəz ixracı ilə bağlı hazırda hər hansı problem varmı? Xeyr, heç bir problem yoxdur. Bizim yüksək keyfiyyətli meyvə və tərəvəzimiz beynəlxalq bazarlarda, həm ənənəvi bazarlarda, həm yeni bazarlarda yüksək tələbata malikdir və problemimiz yoxdur. Bir daha xatırladaq ki, Prezidentin keçirdiyi müşavirədən sonra 2026-30-cu illər üçün dövlət proqramı çərçivəsində bölgələrdə tədbirlərə start verilib və bu barədə son məlumatları əməkdaşımız Mahir Məmmədli çatdırdı.